Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Realda qidada bu həftə istifadəyə yararsız pestisidlərdən təmizlənmiş torpaqlardan danışacağıq. Bu torpaqların bərpası üçün hansı tədbirlər görüləcək? Kəsim məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir. Heyvan bazarlarında hansı tələblər əməl olunmalıdır? Bağacıqla mübarizə tədbirləri davam edir. Realda qida verilişinin bugünkü buraxılışında çox vacib bir mövzuya toxunacağıq. Biz pestisidlərlə çirklənmiş torpaqların təmizlənməsi prosesi və əlaqədar dövlət qurumlarının, o cümlədən Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi işlərdən danışacağıq. Amma gəlin əvvəlcə ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Mövsümi xəstəliklərin yayılma riski artdıqca, heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər. Aparılan monitorinqlər isə onu göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır. Epizotoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcıların əməl etməli olduqları bəzi tələblər var. Bəs bu tələblər hansılardır? Bazar ərazisi tam hasarlanmalıdır. Giriş-çıxışlarda dezabaryerlər olmalıdır. Ərazi mütəmadi təmizlənib dezinfeksiya edilməlidir. Heyvanlar yalnız baytarlıq sənədləri ilə qəbul olunmalıdır. Satışdan əvvəl heyvanlar identikləşdirilməlidir. Daşınma prosesi xüsusi təlimatlara uyğun aparılmalıdır. Baytar həkim nəzarəti daimi olmalıdır. Unutmayaq, sağlam heyvan, sağlam qida isə sağlam insan deməkdir. Qida Təhlükəsizliyi Agentliyinin aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində qəhvəyə mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumatlar verilib. Hazırda gördüyünüz kimi Zaqatala rayonunun Danası kəndində qəhvəyə mərmər bağacığına qarşı real şəraitdə mübarizə tədbirləri necə aparılırsa bunu əyani şəkildə göstərmək istərdik. Onu qeyd etmək lazımdır ki, qəhvəyə mərmər bağacığı əsasən hazırki mərhələdə qışlama üçün özünə uyğun yerlər axtarır və göründüyü kimi bu tip yerlər onların qışlaması üçün çox optimal yerlərdir və bu tip yerlərdə onlar pasiv rejimdə qalmağa üstünlük verirlər. Lakin bu şəraitdə olan bağacıqları öldürmək onlara qarşı mübarizə zamanı aparılma olan ən effektiv üsuldur. Çünki kimyəvi mübarizədə biz bir sıra pestisidlərdən istifadə etməli oluruq. Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Əllə toplama, toz soranla yaxud süpürgə vasitəsilə toplanaraq bir xüsusi qablara atılır və ondan sonra ya maye sabunlu suya salınmaqla, yaxud yandırmaqla və yaxud əzməklə və sair üsullarla məhv etmək mümkündür. Bir məsələni də qeyd etmək istəyirəm ki, qış dövrü bizim üçün əla bir fürsətdir zərərverici ilə mübarizədə. Ona görə də bu dövrə xüsusi əhəmiyyət vermək lazımdır və 5 aya qədər nəzərə almaq lazımdır ki, onlar qışlama yerlərindədir və mübarizəni bu asan edir. Çünki onlar pasiv mərhələdədirlər, uçmurlar, qaçmırlar, asanlıqla toplanması mümkündür. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sakinlərlə birgə zərərvericinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim olunub. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər. Gəlib evimdə, çardağımda belə onu süpürüb, o böcəkləri yığmaqda, onları yandırmaqda köməklik edəcəksiniz. Nümunə göstərdiniz ki, bu belə edilməlidir. Hamı birgə mübarizə aparmalıdır. Məsələn, ev onu təmizləyib, bir ev onu təmizləmirsə, yerinə həmin şeydir, o ziyandan çıxa bilmərik. Bu ziyandan özümüzü qorumaq üçün, sortalamaq üçün biz ancaq
hamılıqla bir yerdə mübarizə aparmalıyıq. Çox sağ olun ki, gəlib bizə bu yolu göstərdiniz və təbliğatı apardınız. Çox sağ olun. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır. Bizim vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, dövlət qurumları ilə birgə mübarizə aparılmalıdır və hər bir vətəndaş öz evində bu tip bağacığın sığına biləcəyi, məskunlaşa biləcəyi yerlərdə bağacıqları özləri zərərsizləşdirməlidirlər və bu mübarizə birgə olduğu təqdirdə onların qarşısını biz daha çox ala bilərik və onları daha idarə oluna bilən bir hala sala bilərik. Bu istiqamətdə aparılan tədbirlərin davamlı şəkildə həyata keçirilməsi qəhvə mərmər bağacığı ilə mübarizədə effektivliyin artırılmasına xidmət edir. Agentlik bundan sonra da zərərverici ilə mübarizə və maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirəcək. Heyvan kəsimi məntəqələri öz fəaliyyətlərini davam etdirir. Kəsim məntəqələri əhalinin ət və ət məhsullarına olan tələbatının tam şəkildə qarşılanmasına imkan verir. Hazırda ət satışı bazarlarında, ticarət şəbəkələrində alıcılıq qabiliyyəti adi günlərdən də artıq səviyyədədir. Bildirmək istərdim ki, mağazalarımızda ət və ət məhsullarının satışı davam edir. Satışlarda heç bir azalma müşahidə olunmur. Mağazalarımızda təchiz olunan ət məhsulları qida təhlükəsizliyi tələblərinə tam riayət olunur. Məhsullarımız baytarlıq ekspertizadan keçmiş halda, sənədləşdirilmiş, sertifikatlaşmış halda təchiz olunur və qida təhlükəsizliyi tələblərinə uyğun saxlanması və sərgilənməsi həyata keçirilir. Respublikanın baş dövlət baytarlıq müfəttişi, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, kəsim müəssisələrində bütün təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunur. O, vətəndaşlara belə müəssisələrdə kəsilən ətin istehlakını tövsiyə edib. Heyvan kəsim və satışı məntəqələrində fəaliyyət normal şəkildə davam edir. Misal üçün göstərə bilərik ki, 2018-ci ildə əgər Respublikada 6-10 təqribən heyvan kəsim məntəqəsi mövcud idisə, hazırda bu məntəqələrin sayı 120-dən çoxdur və bu məntəqələrin potensialı ölkəni heyvan əti ilə təmin etməyə imkan verir. Ona görə də tövsiyələrimiz ondan ibarətdir ki, vətəndaşlarımız kəsim müəssisələrində kəsilmiş heyvanların ətindən istehlak etsinlər, ondan istifadə eləsinlər. Bu onunla əlaqədardır ki, kəsim müəssisələrində ciddi baytarlıq sanitariya nəzarəti var. Bizim müfəttişlərimiz heyvanı kəsimdən qabaq müayinə eləyir. Əgər klinik formada və yaxud subklinik formada hər hansı xəstəlik şübhəsi aşkarlanarsa, mütləq həmin heyvan kəsimindən kənarlaşdırılır. Eyni zamanda heyvan kəsildikdən sonra da cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır və ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Bundan sonra müşahidə edici baytarlıq sənədləri vasitəsilə istehlak obyektlərinə və yaxud ticarət şəbəkəsinə yönəldilir. Bu, bazarların bağlanması ilə əlaqədar bu işdə hər hansı məhdudiyyət yoxdur. Qeyd edək ki, ölkə üzrə ət istehlakı əvvəlki qaydada davam edir. Satış məntəqələrində gündəlik olaraq alıcılar tərəfindən ət məhsullarına sabit tələbat müşahidə olunur. Agentlik tərəfindən istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması məqsədi ilə nəzarət və monitorinq tədbirləri isə mütəmadi olaraq davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə həyata keçirilən Sağlam Məktəbi layihəsi çərçivəsində 2025-2026-cı tədris ili üzrə ilk görüş Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyindəki 49 nömrəli məktəb liseydə təşkil olunub. Görüş çərçivəsində şagirdlərə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Səhər yeməyinin faydaları mövzusunda təqdimatlar edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sağlam Məktəbli layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir. Bugün biz 49 sayılı məktəb liseyin 300-ə yaxın şagirdin iştirakı ilə belə bir görüş təşkil etdik. Görüşdə sağlam qidalanma və səhər yeməyinin faydaları haqqında ətraflı məlumatlar uşaqlara təqdim olundu. Görüş çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri məktəblilərə maraqlandıran suallara cavablandırıb və onlara
sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, Sağlam məktəbli layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumi təhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyinə Avropa İttifaqının qida və yem məhsullarına dair çevik xəbərdarlıq sistemi vasitəsilə San Marino mənşəli Special Frutta əmtəyi nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub. Agentlik tərəfindən həmin məhsulu ölkəyə ixal edən Virtus Commerce MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandan kənar yoxlama aparılıb. Aparılan yoxlama zamanı müəssisəyə məxsus anbar sahəsində 480 kiloqram qeyd olunan məhsul aşkarlanmışdı və məhsulların istifadə olunmaması ilə bağlı, eyni zamanda məhv edilməsi ilə bağlı qərar qəbul edilmişdi. Fiziki çirklənməyə məruz qalmış məhsulların utilizasiyası təmiz şəhər ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poligonunda torpağa bastırılmaqla həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində mütəmadi olaraq həyata keçirdiyi tədbirləri davam etdirir. Hörmətli tamaşaçılar, bugünkü Realda qida verilişində biz pestisidlərlə çirklənmiş torpaqlar, pestisidlərin təhlükələri və bununla mübarizə tədbirləri, torpaqların pestisidlərdən təmizlənməsi prosesindən danışacağıq. Studiyanın qonağı Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı və Bioloji Təhlükəsizlik şöbəsinin müdir müavini Cavidan Quliyevdir. Salamlayıram sizə, xoş gəlmisiniz. Salam aleyküm, xoş gördük. Cavidan müəllim, mən xatırlayıram ki, bax bu pestisidlərlə çirklənmiş torpaqları elə yerindəcə müşahidə etmək imkanım olub. Şəxsən mən Füzuli rayonu ərazisində, konkret Horadiz şəhərində belə bir ərazidə getdik, baxdıq, müşahidələr apardıq. Həqiqətən yerində tanış olduqda təhlükənin nə qədər ciddiliyi aydın olur. Sözün həqiqi mənasında Sovet dövründən qalma, yığılıb qalan problemlər hal-hazırda həllini tapır. Bəli. Təbii ki, biz bu barədə danışacağıq. Amma gəlin, ilk öncə sizdən öyrənək. Bu təhlükə nədən ibarətdir? Nə üçün bu torpaqlar mütləq şəkildə təmizlənməlidir? Çox sağ olun İlkin müəllim, dəvət etdiyiniz üçün və belə bir vacib mövzuya yer ayırdığınız üçün. Çünki pestisidlər uzun illərdən bəri ölkəmizdə istifadə olunan bir kimyəvi maddədir. Pestisid nədir ümumiyyətlə? Bitki xəstəlik və zərərvericilərinə qarşı kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrdir və bu kimyəvi maddələr müəyyən bir toksiklik dərəcəsinə malikdir. Və bu kimyəvi maddələrdən istifadə nəticəsində də biz bitkiləri daha məhsuldar olması üçün, daha yüksək məhsuldarlıq əldə etmək üçün istifadə edirik bu kimyəvi maddələri. Amma nəzərə almaq lazımdır ki, bu kimyəvi maddələrin üstün tərəfləri ilə bərabər bir sıra mənfi tərəfləri də vardır. Çünki pestisidlər indiki dövrdə kifayət qədər çeşidliyə malik olsa da, Sovet dönəmində bu qədər çeşidliyə malik olmadığına görə və Sovet dönəmində də pestisidlərin ithal miqdarına, kvotasına nəzarət olmadığına görə kütləvi şəkildə ölkəmiz ithal olmuşdur və o dövrdən bu günə qədər hələ də müəyyən bölgələrdə o pestisidlər qalıq şəklində toplanmışdır. Nəzərə alsaq ki, ölkəmiz uzun illər kənd təsərrüfatı ilə məşğul olan bir ölkə olmuşdur və bu pestisidlərin o dövrdə istifadəsi zamanı yüksək toksik olanlardan daha çox istifadə olmuşdur. Çünki o dövrdə indiki qədər çeşid pestisidlər olmamışdır. Və bu pestisidləri biz əgər nəzər yetirsək, ölkənin bir sıra regionlarında keçmiş kənd kimi birlikləri olmuşdur ki, bu birliklərin anbarlarında həmin pestisidlər saxlanmışdır. Və bu pestisidlərin də ətraf mühit üçün müəyyən qədər təhlükələr mövcud olmuşdur. Və bu günümüzdə istifadə olunan pestisidlər əslində 20 gün, 30 gün müddətində müəyyən parçalama müddətinə malikdir. Amma o dövrdə istifadə olunan pestisidlər isə daha uzun müddət öz aktivliklərini qoruyub saxlamışdır. Yəni bunu nəyə əsasən deyirsiniz? Bu onların kimyəvi tərkibi ilə bağlıdır. Çünki və aparılan müayinələrin nəticəsi. Aparılan müayinələr və eyni zamanda onların tərkibi bugünkü pestisidlərdən fərqli olaraq xlor üzvi, fosfor üzvi tərkibli birləşmələrdir ki, bu pestisidlərin ətraf mühitdə bir dövr etmə qabiliyyəti vardır və ona görə də bunlar tətbiq olunsa belə, həmin dövr üçün öz nəticəsini versə belə, amma yenə də təbiətdə mütəmadi şəkildə dövran edirlər, miqrasiya edirlər. İstər torpaqdan digər canlılara və ya su hövzələrinə, sonra oradan yenidən ətraf mühitə təsirləri olur. Bəli, bu təsirlərin qarşısını almaq üçün deyək ki, bu təmizləmə prosesləri necə həyata keçirilir? Bu zaman hansı təhlükəsizlik tədbirləri görülür?
Öncəliklə onu qeyd etmək lazımdır ki, hazırda bu pestisitlərin ölkəmizdə tətbiqi Agentlik Kollegiyasının müvafiq qərarları ilə qadağan edilmişdir və nəinki Sovet dövründə istifadə olunan pestisitlər, eyni zamanda bu günümüzdə də dünyanın bir çox ölkələrində istifadə olunan pestisitlər vardır ki, məhz ölkədə insan sağlamlığının, bitki və heyvan sağlamlığının qorunması, ətraf mühitin təhlükəsizliyi baxımından kollegiyanın qərarları ilə qadağan olmuşdur. Bura 238 adda biz təsir edici maddəni aid edə bilərik. Amma həmin pestisitlərin qadağan olunması onlardan istifadəni məhdudlaşdırsa da, günümüzə qədər gəlib çatan pestisitlərin həmin bölgə üçün təhlükəsi davam etməkdə idi. Və məhz buna görə də Nazirlər Kabineti yanında ölkə başçısının müvafiq sərəncamı ilə əlaqədar dövlət qurumları cəlb olunmaqla bir komissiya yaradıldı. Hansı ki, bu komissiya təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin olunmasına dair dövlət qurumlarının əlaqələndirilməsi ilə bağlı idi və məhz həmin komissiya tərəfindən respublika ərazisində istifadəyə yararsız, tətbiqi qadağan olunmuş pestisitlər, gübrələrlə bağlı mövcud problemlərin aradan qaldırılması ilə bağlı bir tədbirlər planı idi və məhz həmin tədbirlər planı əsasında da sadaladığımız qurumlara, dövlət qurumlarına müvafiq tapşırıqlar verildi. Hansı ki, bu qurumları biz sadalasaq, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Səhiyyə, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi kimi nazirliklər bu prosesə cəlb olundu. Eləcə də yerli icra hakimiyyətləri. Və eləcə də yerli icra hakimiyyəti orqanları təbii ki. Və burada verilən tapşırıqlar əsasən nədən ibarət idi? Bu bölgələrdə mövcud olan pestisitlərin qiymətləndirilməsi, oradan daşınacaq kütlənin müəyyən olunması, orada təhlükəsizlik zolaqlarının təmin olunması və müxtəlif tədqiqat yönümlü qiymətləndirmələrin aparılması idi. Və ilkin olaraq həmin qurumların nümayəndələrindən ibarət bir işçi qrup yaradıldı. Və həmin işçi qruplar bu bölgədə qiymətləndirmə aparmaqla ilk növbədə buradan daşınacaq kütləni müəyyənləşdirdilər ki, nə qədər pestisit kütləsi bu bölgədən daşınmalıdır. Və həmin qiymətləndirmələrə uyğun olaraq ilk etapda bu bölgədə təhlükəsizlik zolaqları təmin olundu, bölgə cəmaatı ilə maarifləndirmə işləri həyata keçirildi və artıq daşınma ilə bağlı ilkin hazırlıqlar tamamlandıqdan sonra agentlik tərəfindən, cəlb olunmuş şirkət tərəfindən burada keçən il ərzində xüsusi ixtisaslaşmış bir şirkət cəlb olundu. Xüsusi ixtisaslaşmış və bu sahə üzrə xüsusi lisenziyalaşmış bir şirkət tərəfindən ötən il ərzində Ağstafa və Beyləqan rayonlarında bu işlərə başlanıldı, start verildi. Və təbii ki, burada beynəlxalq konvensiyaların və təşkilatların tələbləri gözlənilməklə həm daha təhlükəsiz qablaşma materiallarından istifadə olundu və ətraf mühitə də bu təhlükənin keçmə ehtimalını qarşısını almaq üçün önləyici tədbirlər görülməklə ümumilikdə 747 ton həm pestisit, həm də bu pestisitlərlə qarışmış vəziyyətdə olan torpaq kütləsi xüsusi qablara yığılmaqla Cəngi Pestisit poligonuna daşındı. Bu il ərzində isə həmin proseslərin davamı olmaqla artıq tender qalibi olmuş şirkət tərəfindən Samux, Füzuli və İmişli rayonlarında ümumilikdə 1351 ton yenə də pestisit və qarışmış torpaq kütləsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Cəngi Pestisit poligonuna daşındı və orada təhlükəsizlik məqsədi ilə beton quyularda yerləşdirilməsi təmin olundu. Amma həmin kütlələrin daşınması artıq bununla işlərin yekunlaşması demək deyil. Çünki həmin kütlələr poligonlarda saxlanılması müvəqqəti həyata keçirilir. Çünki ilərləyən dönəmlərdə, yaxın müddətdə bu kütlələrin yüksək temperaturlu sement sobalarında yandırılaraq məhv edilməsi nəzərdə tutulur və bununla bağlı qeyd etmək istərdim ki, Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlıq etdiyi beynəlxalq layihələrdə də artıq bu məsələ qaldırılmış və həmin pestisitlərin sınaq yandırmalarının növbəti ilin aprel ayına qədər həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Və bu yandırmalar zamanı da təbii ki, onların ətraf mühitə riski qiymətləndiriləcək və əgər yüksək səmərə verəcəyi təqdirdə geri qalan kütlənin də bənzər şəkildə yandırılaraq məhv edilməsi nəzərdə tutulur. Cavad müəllim, siz 5 rayonun adını çəkdiniz ki, bu işlər artıq yekunlaşıb. Növbəti mərhələdə hansı rayonlarda belə bir planlar var ki, həmin torpaqlar təmizlənsin pestisitlərdən? Ümumilikdə sadaladığımız kimi bu təhlükə potensiallı obyektlər 11 rayon üzrə 14 məntəqədə mövcud idi və biz artıq 5 rayon 6 məntəqədə, çünki İmişli rayonunda 2 məntəqədə belə bir ərazi mövcud idi. 6 məntəqədə bu işlər tamamlandığı üçün bənzər işlərin növbəti aylardan etibarən geridə qalan 8 obyektdə də həyata keçirilməsi nəzərdə tutulur. Bu zərərsizləşdirmədən sonra torpağın təmizlənməsi
belə deyək də, onun əvvəlki vəziyyətinə qaytarılması üçün hansı planlar, proqramlar var, hansı işlər görülür? Təbii ki, verilən tapşırıqlardan biri də məhz bundan ibarət idi. Çox gözəl məqama toxundunuz. Çünki biz həmin bölgələrdən pestisidləri daşıdıqdan sonra həmin torpaqları birbaşa istifadəyə verilməsi mümkün deyildir. Çünki biz orada mövcud olan pestisid və onunla qarışan torpaq kütləsini götürdük, amma həmin bölgədə qalan torpaqlar uzun illər ərzində məhz həmin pestisidlərlə istər yağıntı suları, istər atmosfer küləyi və yaxud da ki, digər təsirlərlə uzun müddət ərzində çirklənməyə məruz qalmışdır və məhz burada bioloji üsullarla bərpa prosesi nəzərdə tutulur. Əslində bərpa üçün bir neçə üsullar mövcuddur, istər fiziki, istər kimyəvi, amma bunlar qısa müddətdə nəticə verə bilər, amma böyük maliyyə vəsait tələb edir və müəyyən çətinlikləri vardır təbii ki, bunların icrasının. Və məhz bu səbəbdən də ən effektiv üsul bioremediyasiya dediyimiz bir üsuldur ki, bu üsulla bağlı yenə də müvafiq dövlət qurumlarının birgə iştirakı ilə orada yaxşılaşdırma işləri nəzərdə tutulur. Nədir bu işlər? Belə ki, həmin bölgədə ilkin etapda sınaq sahə ayrılacaq. Çünki biz əvvəlcə sınaq sahədə bu üsulu tətbiq etməliyik və nəticəsi yüksək səmərə verəcəyi təqdirdə bunu bütün çirklənmiş ərazi üçün tətbiq etməyə başlamalıyıq. Və ilkin mərhələdə həmin ərazilərdə nümunələr götürüləcək yenidən və ərazinin mövcud çirklənmə səviyyəsi müəyyən olunacaq ki, bu yüksək çirklənmədədir, yoxsa aşağı və orta səviyyədə çirklənmədədir və buna uyğun ərazi üçün xarakterik olan bakteriya və göbələk kimi mikroorqanizmlərdən istifadə olunacaqdır. Bu nə üçün istifadə olunur? Çünki mikroorqanizmlər həmin torpaqdakı pestisid qalıqlarını uzun illər ərzində orada qalıq şəklində qalan pestisid birləşmələrini parçalayaraq onu daha sadə mənimsənilə bilən hala salacaqdır. Çünki biz daha sonra isə bu ərazilərə müəyyən qrup ağacları əkməyə başlayacaq. Gəlmiş o ağacları tutaq ki, kənd təsərrüfatı məqsədi ilə hər hansı bir formada istifadəsinə icazə varmı? Yox, Yəni, biz bitki əkilərsə və yaxud da ki, digər bir məhsul, ağac və s. Bəli, sizin də qeyd etdiyiniz kimi həmin ərazilərdə bu işlər bir qədər uzun müddət tələb edən bir prosesdir. Bu 5 il, 10 il ərzində özünü göstərə bilən bir prosesdir və təbii ki, bu da həmin ərazidəki torpağın tipi, strukturu, pH-ı, üzv maddə miqdarı və çirklənmə səviyyəsinə bağlı olan bir prosesdir və bu müddət ərzində orada əkiləcək ağacların da təhlükəsizliyinin təmin olunması vacibdir və məhz bu səbəbdən həmin bölgədə birmənalı şəkildə meyvə ağaclarının əkilməsi nəzərdə tutulmur. Buraya daha çox digər təyinatlı, yəni texniki dediyimiz ağacların əkilməsi planlaşdırılır və eyni zamanda da bu ağaclara nəzarət təmin olunmalıdır. Çünki yəni, mühafizə bir zolağı yaradılmalıdır. Mühafizə zolağı yaradılmalıdır təbii ki, xəbərdarlıq edici nişanlar qoyulmalıdır və eyni zamanda da həmin ağacların yarpaqlarından heyvanların otarılmasında istifadə olunmamalıdır. Ümumiyyətlə həmin ağacın oduncağından mebel istehsalında və digər təyinatlı işlərdə heç bir halda istifadə olunmamalıdır. Niyə? Çünki bu ağaclar ümumiyyətlə 3 istiqamətdə burada ağac əkilməsi planlaşdırılır. Birinci tez böyüyən ağaclardır, hansı ki onlar ərazidə həm mühafizə zolağını təmin edəcək, həm də torpağın artıq canlanmasını təmin edəcək. İkinci əkiləcək ağaclar azot fiksə edən ağaclardır, hansı ki onlar torpaqda artıq azot bərpasını yaratmaqla torpaqda üzv maddə miqdarını bərpa etməyə başlayacaqlar. Və üçüncü akkumulyativ ağaclar nədir bu? Qısa müddətli 2 illik, 3 illik bir bitkilərdir, ot bitkilərdir bunlar. Amma daha sürətli şəkildə bizim torpağa verdiyimiz bakteriya, göbələk, eyni zamanda soğulcanların aktivliyi nəticəsində parçalanmış pestisid qalıqlarını daha qısa müddətdə mənimsəyə bilən bir bitkilərdir. Və bu bitkilər mütəmadi şəkildə onlardan nümunə götürülməklə onlardakı pestisidlərin konsentrasiyası, yəni çirklənmə səviyyəsi müəyyən olunmalıdır. Və əgər baxsaq ki, artıq bitki orada zəif inkişaf etməyə başlayır, kifayət qədər pestisidi mənimsəyib özündə saxlayır, bu bitkilər iki istiqamətdə həm özündə saxlamaqla, həm də onların müəyyən qədərini parçalamaqla, buxarlandırma yolu ilə torpaqları bərpa etmə özəlliyinə malikdir. Və mütəmadi şəkildə bu bitkilər ərazidən çıxarılmalıdır. Və çıxarıldıqdan sonra yenə də xüsusi nəzarət altında ot bitkilər qurudulmalıdır, ağaclar təhlükəsiz şəkildə kəsilməlidir və onların yenə də məhv edilməsi körtəbii şəkildə deyil, açıq hava şəraitində deyil, yenə də xüsusi müəssisələrdə nəzarət altında yandırılmalıdır ki, onlardan yarana biləcək tüstülərin ətraf mühitə buxarlanması və onlardan qalan qalıntıların ətraf mühitə dağıdılması kimi hallara yol verilməsin. Çox sağ olun Cavidan müəllim. Ümumilikdə yekun olaraq zəhmət olmasa deyərdiniz, dövlət qurumlarının həyata keçirdiyi bax bu tədbir bioloji təhlükəsizlik, bitki sağlamlığının qorunması baxımından nə qədər önəmlidir? Əlbəttə bu işlər ölkədə kənd təsərrüfatı baxımından, qida təchizatı baxımından olduqca mühüm bir tədbirdir. Nəzərə alsaq ki, bu problem bizdə Sovet dövründən qalmış bir mirasdır. Yaxşı anlamda deyil təbii ki, pis anlamda bir mirasdır və bu problemin həlli artıq öz aktuallığını hər zaman qoruyub saxlamışdır. Və bizim həyata keçirdiyimiz bu tədbirlər nəticəsində müəyyən müddətdən sonra biz o torpaqları əgər tam təmizləməyib təmin etsək, təbii ki, bu mütəmadi nəzarət
müvəqqəti monitorinq, laborator müayinələrlə müəyyən olunacaqdır. Və artıq bu torpaqları biz həm kənd təsərrüfatı təyinatı üçün istifadə edə bilərik və yaxud da ki, orada müəyyən parklar salına bilər, insanların istifadə edə biləcəyi daha əlverişli bir torpaq kimi dövrəyə buraxıla bilər. Yenidən nəfəs verəcəyik. Bəli, biz həmin ərazi üçün yenidən nəfəs verəcəyik və bu da eyni zamanda o bölgədə yaşayan insanlar üçün növbəti 5 il, 10 il, 20 il sonra daha təhlükəsiz qida məhsullarının yetişməsinə bir zəmin yaradacaq və həmin bölgədə yaşayan insanların daha təhlükəsiz qidalanmasına bir səbəb olacaqdır. Təşəkkür edirəm, uğurlar arzulayıram bu işdə sizə, eləcə də əlaqədar dövlət qurumlarının əməkdaşlarına minnətdarıq. Çox sağ olun, studiyaya gəldiniz, suallarınızı. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Hörmətli tamaşaçılar, Realda qida verilişində mənim qonağım Qida Təhlükəsizliyi Agentliyinin bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini Cavidə müəllim Quliyev idi. Biz pestisitlərlə çirklənmiş torpaqların təmizlənməsi prosesindən danışırdıq. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.